AK Partinin əlaltıları eşitsinlər. Təbriz Kərkük deyil. Başına vurdunuz yazıq Kərküklilərin. Qırmızı xət çəkdiniz. Dediniz ki, Kürt gedib Kərkükü ala bilməyəcək. Nə oldu? Hara getdi qırmızı xəttiniz? Heç bir iş görmədiniz. Dünyanın ən böyük alverini eləyir AK Parti bugün. AK Partinin operativləri, əlaltıları Barizani ilə, Cəlal Talibani ilə. Ağzımızı açdırmasınlar. Təbrizi Kərkük eləyə bilməyəcəksiniz. AK Partinin əlaltıları. Günas TV deyil, səsini Türksətdən kəsəsiz. Biz də qardaşlıq naminə Anadolu qardaşlarımızı incitməyək deyə sözün üstünü çox açmadıq. Amma dayı, hər şeyin bir həddi hesabı var. O yerdə ki, gəldiniz, dediniz ki, İranla işiniz olmasın, o bizim qardaş ölkəmizdir, oraya bir şey olsa bizə də ziyanı var. Yəni, Güney Azərbaycanlılar sakit qalın, onda bizi qarşınızda görürsünüz. Çünki orada mənim namusum, hüviyyətim, şərəfim, vicdanım ayaq altında, Fars faşizminin ayağının altında əzilir. Sən qardaşım, mənə deyə bilməzsən sakit ol. Mən bağırmalıyam. Əgər mənə düzgün qardaşsansa, o zaman mənə dəstək ver. Dəstək vermisənsə, vermə. Amma daim məni Kərkük türklərinin başına gətirdiyim bəlanı sən gətirdin. Mənim başıma gətirə bilməzsən. Mən Güney Azərbaycanlının başına Kərkükdəki bəla gəlməyəcək. Bu yuxunu bir dəfəlik özünüzlə qəbrə aparacaqsınız. Belə bir fikir eləyənlər. Birincisi, çox da ağzımızı açsaq, əminəm ki, Anadolu türkləri elə özləri sizin dərsizi verəcək. Heç bir düzgün Anadolu türkü istəməz Güney Azərbaycan bu zülmü də yaşasın. Biz amma istəmirik. Düşman da fürsətdən istifadə eləsin. Qoyun ilə burada qalsın. Bugün, əziz həmvətənlərimiz, bizə sakit olun deyənlər var. Dolayısı yolla, ustalıqla, bəzən də açıq aydın. Nə Türk, nə Azərbaycan dövləti deyirsiniz. Azərbaycanın bir dövləti vardı da. Güney Azərbaycan ilə zirəhlik eləyin, İranı alın əlizə. Belə bir xəyalı sözlərlə qoltuğumuza da verirlər. İranı Türk dövləti eləyində. Güya biz gedəcək, özümüzü qutara bilmirik. Biz gərək Azərbaycanlılar gərək gedək Kürdistanı alaq, Ərəbistanı alaq, Bəluçistanı alaq, Farsistanı alaq. Onların hamısını Türk eləyək. Bu sözlə gəlirlər meydana. Və bizə deyirlər, sakit olun. Elə eləməyin ki, Türkiyəyə ziyan dəysin. Bizi Türkiyənin üz-üzə də qoyurlar. Və bu təhlükə, mən açıq danışdığım üçün bilirəm, başım həmişə bəlalı olubdur.